Salam kızlar, bugün size bu yatak otağının ilk ve son halını paylaşacağım. Görürsünüz ne gündədir. Həqiqətən çok pisdir. Əl vurmamışam. Bugün pastelləri dəyişəcəm. Paltarlar yerdə. Evdə 2 gün olmadığıma göre her şey qarşı bir-birinə getdi. Təmizləməyə. Bugün ancaq təmizlik vlogu ilə qabağınızda olacağım. Hələlik. Olduğu için her gün 13 katını düzeltilen kızlar. Sergiye saldıran ama yine de çok daha küçük bir olur. Kişiler yani emin olarak 290 metre geldi. Üst alanda temsilde var, sergi alanlarda var ama maalesef ben hayat yoldaşım kalmadı. Bir gün bize girecek diye çok yılıştırmış çok kalmadı yani. Bilmiyorum. Bu gece de sergiye koy paltarlar bu, sergiyi. Bilmiyorum. Bilmiyorum, onun şartları, önce kadar iyi yapıyor. Bilmiyorum, Allah'tan da çok emin olarak paltarı yoktu. Emin olarak ki, işte bunu dolaşım çekiyorum. Biz de adından öyle tutuyor. Bilmiyorum. Kızlar bu da yine əvvəli sonrasını eləyəcəm. Bu mənim pijamalarımı qoyduğum dolabda pirasinyalarımın yarısına bura qoyuram. Yığışdırıram, sonrasında sizə göstərərəm. Sərgiyə saldım, düzənlədim. Belə pastellərim yumşam olaraq ütülüb qatlayıb yenə bura qoyacağım yeni qaydada. Kızlar buranın halına baxın, ne gündədir, həqiqətən də bura baxın və bura baxın. Buranı yığışdırıb sizə sonrasında göstərəcəm. Kızlar benim bunun için sergiye saldım. İçinde buram. Böyle bir ağırdan zevk alacağım. İki tane ya da bir tane. Düzenleyecek hələlik belə oldu. Açılarında makyajda bu şeyler vardı. Burada lazım o şeyler konuşmam belə. Aşağı üstü belə kızlar yine dediğim kimi burada düzenleyecek alıp düzenleyecek hələlik belə oldu. Geçək üstünü yığışdırmağa. Kızlar təmizlik qurtardı. Bu da təmizliyin sonrası belə göstərim sizə gül kimi. Bu da evin son halı, bu otağın son halı. Yığışdırdım, düzenlədim belə. Gedək sıra kuxnadadır. Kuxnanı yığışdıraq. Hələlik. Kızlar bu da kuxnanın dağınıq olan halı. Gedək birazdan sizə yığışdırdığım halını göstərəcəm. Hələlik. Burada kuxnamızın son halı. Tertemiz gül kimi, mis gibi. Türkler demişken mis gibi. Həqiqətən də çox qəşəng oldu. Super. Evin təmizliyini çox sevirəm də. Biz belə kızlar. Qaldı qonaq otağı. Neyinirik, gedirik qonaq otağına. Getdik.
Qızlar, bir də qonaq otağının son halı, tərtəmiz gül kimi. Belə yoruldum, amma həqiqətən də dəydi. Hələlik. Hə oğlum. Fərqanə ürək. Mama sənə qurban olsun. Deməli, fərqanə ürək. Öpə bilərəm. Maşallah, maşallah qızlar, gəlib görürəm ki, mənim oğlum özü tək başına popcorn eləyibdi. Mamasının ürəyi halal olsun sənə. Həqiqətən inanın, məndən belə qəşəng partladır da, baxın. Çalışın özünüzə də zaman ayırın. Uşaqlar varsa uşaqları yatızdırın. Bir çay dəmləyin və yaxud da bir kofe, bir dənə də qəşəng şam yandırın. Şam bilirsiniz də, mənfi enerjini alır. Onu eləyin, inşallah rahatlaşın, sakitləşin. Həqiqətən insana o qədər xoş təsir edir ki, bu mənim necə deyim qızlar taktikamdır. Çalışıram ki, uşaqlar yatandan sonra özümə vaxt ayırım, biraz dincəlim. Bu qədər bu məsləhəti də sizə vermək istədim. Ümid edirəm ki, faydalı olar. Hələlik. Sabahınız xeyirli olsun mənim bal izləyicilərim. Efeni hazırğa qoymuşam, gedək onu götürək. Ondan sonra gün başlasın. Bismillahirrahmanirrahim. Getdik. Ay Allah, mənim yaraşıqlı oğlum, mənim bal oğlum, mənim həyatım. Allah bütün evlatları qorusun inşallah. Mənim də evlatlarımı qorusun. Hazırlıqdan gəlir, tökülür, itir. Oğlan uşağı olduğunu demədən göstər. İnanın Allaha, yəni maşını bir günə qoyurlar, bərbad, belə bir şey yoxdur. Necə sən ananın ürəyi, necə keçdi dərsin? Super, enerjin yerindədir, şükür Allaha. Getdik, 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 sak elə, sak, getdik, yaxşı. İnanırsınız, hər dəfə buradan keçəndə, bilmirəm bu gülün adı nədir, bilənlər yorumlara yazsın. İnanın Allaha, o qədər möhtəşəm, qəşəng qoxusu var ki, yəni bayılıram da, baxın, çox qəşəngdir axı. Süperdir də, bayılıram bu güllərə. Bu gülün adını bilirsinizsə, mütləq yorumlarda yazın. Çox sevirəm, baxın. Çox qəşəngdir. Dedim, bu mənzərəni sizə də göstərim, görün. Hər dəfə keçəndə mən biraz bunu qoxlayıb, sonra keçirəm. Efe, bəlkə kinderin beləsini alasın, bu daha yaxşı. Bu var ya. Hə, yaxşı, getdik. Baxın, bujteriyalar falan. Bunların gözəlliyinə hələ necə gözəl. Ay Allah, nə qəşəngsən sən. Baxın, çox sevirəm belə şeyləri. Çox qəşəngdir axı. Hələ də böyüməmişəm, inanırsınız. Belə şeylərə baxıram, nə bilim. Maraqlı şeylərdir belə. Əgər pişikləriniz falan varsa, belə oyuncaqlar da var burada, maraqlı. Belə. Efe. Çox qəşəng deyil. Qızlar, mən bundan da almışam. Su içmə üçündür. Mənə də alışverişini elədim. Malades. Çox sıxatlar. Teşekkür edin. Qoy, sağ ol. Bugün demək olar ki, Efe alışveriş eləyib. Gedə evə görə Efe nələr alıbdı. Dostlar, bunu aldım. Çipsi. Ən daxtım aldım. Doritos aldım. Bu anamın bahçesidir. Bu anasının. Bu da həmişə aldığım şeydir. Kimdir? Ən sevdiyin şeylərdir. Mən yenə gedirəm işlərimin dalınca. Uşaqlar Masazırda, poliklinikada qeydiyyatdaydılar. Onları çıxartdım Biləcərdə qaldığımıza görə. İndi onların qeydiyyatını bura salacağım. Gedək, görək nə sənədlər istəyəcəklər, nə istəyəcəklər. Belə. Yolunda gərək. Yine gəlmişəm marketə. Bu dəfə də qara rəng alacağım. Saçıma rəng qoyacağım. Burada palet var. Başqa da bir şey yoxdur. Paleti alaq. Yenə də Araz marketə getmişdim. Bilirəm ki, market alışverişi heç bir evdə bitmir. Göstərmişdim orada sizə. Qara palet aldım özümə. Saçıma qoymaq üçün. Uşaqlar üçün az portağal almışam, meyvələr. Sonra alma, banan, çox az kök. İnanırsınız qızlar, az alanda çox yaxşı olur, xarab olmur, ziyan olmur. Pomidor yer aldım. Bir də ki, uşaqlar bunu nə vaxtdan da istəyirdi belə bir su. Maraqlıydı. Bunun şişəsi onlar üçün çox maraqlıydı. Bir də belə bir şey aldım. Opşi, gəlin görək nə qədər tutdu bu alışverişimiz. Opşi
demək olar ki 13 manat 30 qəpik. Belə. Evə gələn kimi mütləq şəkildə çay dəmlədim, dedim kekslə çay içim, ondan sonra vlogu sonlandırım. Qızlar, vlogun sonuna gəldik. Kanalıma abunə deyilsinizsə mütləq şəkildə inşallah abunə olun, like atın, yorumlarda yazın və bildirimləri açıq qoyun ki, mən video paylaşanda sizə xəbər gəlsin. Hələlik.